Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Çox gözəl bir xəbərlə qarşınızdayım. Mən əvvəlcə deyim ki, burada profilimin altında müsbət işarəsini görürsünüzsə, üzərinə basan və mənim 300 minə yaxın olan abunəçilərim siyasətine daxil olun. Prezident çox önəmli bir sərəncam imzaladı. Belə ki, 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində bir dəfəlik maddi yardım veriləcək. Manşet xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb və sərəncamın icrası ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən, yəni dövlət büdcəsindən 15 milyon 300 min manat vəsait ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərəncamın birinci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin edilməlidir. Nazirlər Kabineti və Maliyyə Nazirliyi isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Hər bir ailəni, yəni ünvanlı dövlət sosial yardım alan hər bir ailəni təbrik edirəm. Çünki cənab Prezidentin sərəncamı onların hər birinə şamil olacaq. Manşet azı izləyin əziz dostlar. Facebook'da və Telegram'da izləyin. Bu cür önəmli xəbərləri sizə çatdıraq.